Salam, bugün Kodere yaz işlərindən bir proqramın quracağıq. Deməli, sualda bizdən soruşur, daxil edilən natural ədədin bütün sadə vurğularını çap edən proqram Python dilində yazın. Bir natural ədəd daxil eləyək. N bərabərdir int input. Ədədimi daxil elədim. Bir S dəyişəni götürürəm, 2-yə mənimsədirəm. Nə üçün? Sadə vurğular lazım olduğuna görə mən daxil elədiyim N natural ədədi 2-yə bölə-bölə gedəcək. Məsələn, 10 dedik. 12-yə bölünürmü? Bəli. S-i göndərsin çapa. 2 getdi. 12-yə böldüm 5. 5 2-yə bölünürmü? Yox. S-i bir vade artırdım 3 elədim. 5 3-ə bölünürmü? Bax, belə-belə proqramımızı bu formada quracağıq. S-i onun üçün 2 götürdüm. While, nə qədər ki, while n birdən böyükdür. Təbii ki də bu şərt n birdən böyük olana qədər n-i mən S-ə böləcəyəm, tamını götürəcəyəm. Birdən böyük olana qədər davam eləsin istəyirəm. Şərtin içində bir də ön şərtli dövrdən istifadə edəcəyəm. N faiz S bərabərdirsə sıfıra. Deməli, çapa getsin. S-imiz çapa getsin. Arda olsun. Bir boşluqla. N-imizi azaldaq. Məsələn, necə işləyəcək? Nətər olacaq? Məsələn, 10-u götürdük dedik. 10-u 2-yə bölsək, sıfıra bərabərdirmi? Bəli. Buradan 2 getdi çapa. 10-u 2-yə böldük, 10-u 2-yə böldük, oldu nə? 5. Tamımız oldu 5. N oldu 5. Gələcək burada 5-i bir də yoxlayacaq. 5 2-yə bölünürmü? Yəni bölünəndə sıfıra bərabərdirmi? Yox. Dövrdən çıxacaq çölə. İndi çıxacaq çölə və S-i bir vayda artırmaq lazımdır. 5-i məsələn, n-imiz 5 idi axı. 5-i 3 ilə müqayisə, 3-ə bölməklə, sonra 4-ə, 5-i 5-ə bölməklə belə müqayisə edəcəyik. 1 üst bərabərdir 1. Gəlin məsələn, bir 10 götürək, bir 10 ədəd daxil eləyək. Tutaq ki, daxil elədik, onu necə işləyəcək proqramımız? S2, 11-dən böyükdürmü? Qələmlə mən yazım, izah edeyim bunu, daha rahat başa düşülən olsun bizim üçün. Daha başa düşülən olsun bizim üçün. Bax, gəldik 10. Dedi 10. 10 böyükdürmü 1-dən? Bəli, böyükdür. Düşdü aşağı şərtə. 10-u 2-yə bölsək sıfıra bərabərdirmi? Bəli. S-imiz getdi çapa. S-imiz nə idi? 2 idi. 2 getdi çapa. 2 getdi çapa. Gəldi 10-u S-ə böldü, elədi 5. N bərabər oldu 5-ə. N bərabərdir 5-ə. İndi gəldi buradakı, hələ biz buradayıq. Buradan çölə çıxmamışıq. 5-i S-imiz ən sonuncu S-imiz 2 idi. 5-i 2-yə böləndə sıfıra bərabərdirmi? Yox. S-imiz oldu, S bərabər oldu 3-ə. S bərabər də oldu 3-ə. İndi gəlib burada 5-i yoxlayır 1-lə. N-imiz 5 olmuşdu axı. 5 böyükdürmü 1-dən? Bəli, 5 1-dən böyükdür, düşür aşağı. 5-i 3-ə böləndə sıfıra bərabərdirmi? Yox. S-imiz oldu 4. S bərabərdir 4. Bir də qalxdı yuxarı. 5 böyükdürmü 1-dən? Bəli. 5-i 4-ə böləndə, yəni n-imiz 5 idi, s-imiz də 4 idi. 5-i 4-ə böləndə sıfıra bərabərdirmi? Yox. S-imiz oldu 5. S bərabərdir 5. Bir də buradan dövr, qayıtdı bura. 5 yenə n-imiz 5 idi, son n-imiz 5 böyükdürmü 1-dən? Yenə bəli. 5-i s-imiz 5 idi, ən sonuncu s-imiz 5 olmuşdu. 5-i 5-ə böləndə sıfıra bərabərdirmi? Bəli, bərabərdir bir boşluqla. 5 getdi çapa, 2 və 5 getdi çapa. Düşdü aşağı. 5, s-imiz 5 idi, n-imiz 5 idi. 5-ə 5-ə böldük, n bərabər oldu 1-ə, 1 tam. Qalxdı yuxarı. Buradan bir də qayıtdı bura, hələ dövrdəyik. 1-i 5-ə böləndə sıfıra bərabərdirmi? Yox. Bu çölə s-imiz oldu 6. 1 1-dən böyükdürmü? Yox. Çapa getdi, bax bu ifadə. 2 və 5. Gəlin yoxlayaq. Gəlin yoxlayaq. 10 verdik. 2 və 5 getdi çapa. Məsələn, 33 versək, 3, 11 getdi çapa. 19 versək, yalnız 19.